Dostlar, istəyirəm ki, sizə Xamer və 212 müqayisəsini çəkim. Mən illərdir ki, bu Xameri sürürəm və yenə də əvvəlcə sizə demişəm ki, hər zaman ki, mən axtarışındaydım ki, belə bir maşının Gelenwagen xəstəsiyəm, amma çox bahadır. Defenderi sevirəm, amma çox bahadır. Uazı çox sevirəm, amma çox bəsitdir. Wrangler Rubiconu sevmirəm. Çünki o maşının içinə oturanda mənə zülüm verir o maşın. Yəni, biraz da içəridə oturmaq mənə xoş olmalıdır da. Rubicon açığı mən onu anlamıram. Yəni, bəlkə də onu anlayanlar var, mən amma onu anlamıram və ona görə mən hər zaman bir axtarışdaydım. İndi bugün bu bir ildən çoxdur ki, mən bu zavodla əlaqədəyəm və bu hətta bunun hekayəsi haqqında indi video çəkən qardaşla danışdıq. İnşallah ki, biz podkast çəkəcəyik. Çünki bu özü də bir maraqlı mövzudur. Yəni, video çəkən qardaş soruşur ki, özü də sürdü bunu, dedi ki, nə cür ola bilər? Yəni, belə bir maşını Çinlilər düzəltsin. Doğrudan da bir möcüzə xarakterli bir şeydir, amma burada tamamilə ayrı bir şey yatır bunun arxasında. Bu normal bir ideya deyil və mən bu haqda ayrıca podkast çəkəcəm. İndi hələ ki, Xamer və 212. İlk onu deyim ki, Xamer yastı və enlidir. Bu maşın hündürdür, Gelenwagen kimi. Xamerin içinə oturanda, məsəl üçün, mən Gelenwageni ona görə sevirəm. Hətta belə balaca boy bir adam oturanda onun belə stoykası o dəqiqə belə dəyişir, belə yekə görsənir, hündürdə görsənir. Adamın istər-istəməz belə bir əzəmət duyğusu olur. Rubiconda Xamer də Passatka aşağıdadır. İçəriyə oturan kimi sanki çökürsən aşağıya. Gərək belə hündürləşib durasan ki, qabağı görəsən. Burada isə Gelenwagendəki kimidir. Duruş yuxarıdadır, belə yuxarıdan sən durursan. Ona görə də bu maşının hündürlüyü də çoxdur. Yəni, yerdən hündürlüyü Xamerdən daha çoxdur. Bu da təbii ki, bir yerdən keçəndə sizə keçid imkanı verir. Qabaqdan da bu görsənir ki, bu aşağıdır, bu hündür maşındır. Bu ilkin fərqləri. İkinci fərq nədir? Xamer daha çox analog maşındır. Yəni, Xamerdə texnologiya, bilirsiniz ki, ən axırıncı Xamer 2008-2009-cu ildə buraxıldı. Ondan sonra Xamer indi elektrik buraxılır və qiyməti də $100.000 civarındadır. Yəni, Xamer həm bahalıdır, həm də ki, bu arxada gördüyünüz maşın artıq işlənmiş maşındır, illərin maşınıdır, həm də analogdur. Yəni, bəzən mən əslində qalanda digital şeyə çox diqqət eləmirəm. Mənim bir dənə istədiyim o idi ki, maşında çox gözəl kondisioner sistemi olsun və eyni zamanda havalandırma sistemi olsun. Xamerdə o yoxdur. Bunda o var. Yəni, bu tozlu, torpaqlı yerlərdən keçəndə pəncərələri bağlayırsan və içəridə sanki lüks maşındakı kimi gedirsən, effekti Xamerdə yoxdur, bunda var. Ondan əlavə qiymət məsələsi, ehtiyat hissəsi məsələsi. İstənilən ramalı maşın ehtiyat hissəsi bahadır. İstər Xamer olsun, istər Wrangler olsun, istər Ford Bronco olsun, istərsə də Gelenwagen olsun. Ehtiyat hissəsi bahadır. Bir dənə Uazdan başqa. Uazın ehtiyat hissəsi çox ucuzdur və budur əsas səbəb ki, ehtiyat hissəsi səbəbidir ki, bütün Azərbaycan hələ də bugünə qədər bu avtomobili sürür. Yəni ki, bu ən vacib faktorlardan biridir. Əsas faktorlardan digəri də odur ki, ehtiyat hissəsi ucuzluğundan əlavə sadəlik. Xamer sadədir. Mən onu ona görə çox sevirəm. Rahatdır onu düzəltmək. Bu da sadədir. Yəni, Xamerin indiyənə qədər sevdiklərimin əsas səbəblərindən biri də Xamer çox sadədir. Və deyərdim ki, Xamerin ehtiyat hissəsi də çox ucuzdur digərləri ilə müqayisədə. Və düzəltmək də Xameri çox rahatdır. Bunu da çox rahatdır düzəltmək. Bax, budur mənim həmişə arxasından düşdüyüm şey. Sadə olsun, düzəltmək rahat olsun, ehtiyat hissəsi olsun. Əgər bunlar yoxdursa, nə olur olsun, siz zülüm çəkəcəksiniz. Məsəl üçün, Xamerlə əgər Jeep Wrangleri müqayisə etsək, Wrangler daha bahadır. Əgər Xamerlə Gelenwageni müqayisə etsək, Gelenwagen qat-qat bahadır. Mercedes ən lüks maşınlarından biridir Gelenwagen. Və o mənə qoymurdu ki, mən o maşınları sürə bilim. Bir, düzəltməyə əziyyət çəkirəm. İkincisi, bahadır. Üçüncü bir məsələ. Xamerlə bunu müqayisə eləyəndə. İlkin qiyməti qat-qat ucuzdur bu. Yəni, mən avtomobil alanda ilkin qiyməti mənə Azərbaycanlı olaraq uyğun olmalıdır ki, mən bunu 3-5 il sürüm, 3-5 ildən sonra satım, sonra təzəsini alım. Mən bunu bilirsiniz nəyə oxşadıram? Bir zamanlar Azərbaycanda Toyota Prado 2.7 motor var idi. Düzdür, burada 2 motor və turbo mühərrikdir. Amma Toyota Prado'da 2.7 motor var idi. Yadınıza gəlir, o nə qədər çox satılırdı. Nəyə görə satılırdı? Birinci, maşının qiyməti uyğun idi. İkincisi, maşının döydüm ölməzliyi var idi. Daşlayan idi bizim dildə desək belə. Yəni, cəmaatın dilində desək. Üçüncüsü, avtomobil şəhərdə də sürülə bilirdi.
Dördüncüsü servisi var idi. Sonuçta bir Toyota idi o. Və bu maşın da elədir. Yəni mən ona görə inanıram ki, bir müddətdən sonra bu avtomobil də Toyota Prado 2.7 motorla müqayisə olunacaq. Demirəm Gelenwagen 6.3 motorla. Bax, diqqət edin ha sözlərimə. Bəzi insanlar var ki, ümumiyyətlə maşını bir-birindən müqayisə edə biləcək qabiliyyətə də sahib deyil. Bunun getməyi ilə, bunun getməyi arasında bu 3.7 motordur, bu 2 motordur. Amma bu daha qıvraqdır, bu daha tez sürət yığır. Deyəcəksiniz, nə cür? Hammer avtomat korobkası 4 skoristir. Bunun avtomat korobkası 8 skoristir. Hammer daha çox alışıb ki, ləng tərpənsin. Yəni, ideya budur. Ləng tərpənmək, ağıl tərpənmək. Mən bunu sevirəm açığı. Yəni, bəzi insanlar var, bunu sevmir. Amma off-road şəraitində ləng tərpəniş müsbət cəhətdir. Amma bu, Hammerdən daha cəld tərpənir. Toyota Prado 2.7 motordan daha cəld tərpənir. Fikir verin. Mən demirəm 4 motordan ya da ki, 6.3 motor Gelenwagen. Bəzən görürsən ki, adam var, gəlib deyir ki, məsələn, mən Audi sürürəm, BMW sürürəm, onun kimi gedəcək qardaş. Bu hündürlükdəki maşın, ramalı maşınların maksimal sürəti olur. Bu maşını, Hammeri 130 km yuxarıda sürəndə yazır ki, vehicle over speed. Yəni, avtomobil sürətinin üzərindədir. Yəni, 130-dan yuxarı sürəndə bu başlayır içəriyə anons verməyə ki, vehicle over speed. Bu maşının maksimal sürəti 170 km/saatdır. Amma ona baxmayaraq, bu ikisi də sürət maşını deyirlər. Bunların bir ideyası var. Kənd, kəsək, yolsuzluq. Şəhərdə sürürsünüzsə, hündür maşın, dözümlü maşın, güclü maşın, dəmiri yekə maşın. O diyorsunuz ki, dəmiri qalındır. Bəli, bunun dəmiri qalındır. İkisinin də dəmiri qalındır. Ondan sonra sərfiyyat məsələsi. Hammeri sürmüşəm, 15 litr yanacaq işlədir. 3.7 motor. Bu, kitabında yazır 11-12. Trasta işlədir, bu 8 litr yanacaq. Kitabında yazır. Amma mənə elə gəlir ki, bu yenə də gələcək 13-14 litrə çıxacaq. Çünki 2 motor, bu boyda maşın, bu bunu yeyəcək. Şəhərin probkasıdır, yəni mən sizə deyə bilmərəm ki, ay qardaş, gəl 7 litr yanacaq işlədir. Belə maşın olmur ümumiyyətlə. Onun üçün gərək siz ya hibrid alasınız, ya plug-in hibrid alasınız. O da ki, mən nəyə görə tövsiyə etmirəm onu digər videolarımda demişəm. Yəni, bu tamamilə ayrı bir mövzudur. Vəssalam, düşünürəm bu qədər. Əgər əlavə suallarınız olarsa, e-mailimə yaza bilərsiniz, 2 maşının müqayisəsi ilə bağlı. Bundan əlavə, bundan sonraki videoda bir qardaşa söz vermişdim. Deyir ki, bəs bunu Wrangler Rubiconla müqayisə elə. İndi onu da müqayisə eləyəcəm bu maşını Wrangler Rubiconla və bu növbəti videoda olacaq. Sağ olun.